sizə öz hörmət və ehtiramını bildirirəm. 1918-ci ilin may ayının 28-də qəbul edilən istiqbal bəyannaməsi Azərbaycan xalqının azadlıq və müstəqillik istəklərini bütün dünyaya yaydı. Azərbaycan Cumhuriyyəti çox əsrlik modelini yarattı. Hörmətli ictimaiyyətin tələbi, ziyalıların idrakının və ağlının müstəqil parlament elan edilməsi, qadınlara seçki hüququ verilməsi və milli ordunun yaradılması kimi mütərəqqi addımlar atmışdır. Və 1920-ci ilin yanvarında Paris Sülh Konferansı'ndaki addımların davamı idi. Tarix bir daha sübut etti ki, müstəqilliyi qazanmaq nə qədər çətindirsə, onu qoruyub saxlamaq o qədər məsuliyyətlidir. Tezliklə Cumhuriyyətinin fəaliyyətinə çox mühüm regional problemlər yaratmağa başladı. Sonra Zəngəzur və Qarabağda süni şəkildə milli qarşılıqla yaratıldı. Öz müstəqilliyini yalnız şərti saxlaya bildi. 1991-ci ildə ikinci dəfə öz müstəqilliyini qazandıqdan sonra Azərbaycan Respublikası yenidən çox böyük təhlükələr qarşısında qaldı. Heydər Əliyev cənabları Azərbaycan Demokratik Respublikasının ənənələrinə sadiq qaldı, sarsılmaz davamlı etdi. Azərbaycan özünün ən güclü və intibat dövrünü yaşayır. Qarabağımızın azad edilməsinə nail olundu və bugün Azərbaycan bayrağı Xankəndidə, Xocalıda, Şuşada və Azərbaycan torpağının hər bir parçasında şərəflə dalgalanmaqdadır. Yüksək peşə hazırlığı Azərbaycan elm xadimlərinin elmi, mədəni potensialı, müasir Azərbaycan dövlətinin güclü inkişafının hərəkət verici qüvvələridirlər. Kimi bir daha qalxan bayraq, bir daha enməz. Xalq şairi Cabir Novruzun Ulu Xalqın şeirini xatırlayır. Əsrlər gəldi keçdi, ucaldı xalqın səsi, işığa daldı həsrət, qədim odlar ölkəsi. Uğra doğdu bahar, ömrə nur saçdı dağlar. Dağlara baxdı çaylar, dupduru axdı çaylar. Dünyanın hər yerində uzalır xalqının səsi. Var ol, ucal, qanatlan, ey Azərbaycan. Var ol, ucal, qəhrəman, sən Azərbaycan. Yaşasın müstəqil Azərbaycan Respublikası. Hörmətli iştirakçılarından və sizlərimizi ürəkdən salamlayıram. İlk öncə ömürlərimiz Heydər Əliyevin və Cumhuriyyət qurucularının və əziz şəhidlərimizin xatirəsi ürəkdən alıram, onlara Allahdan rəhmət edirəm. Və fürsətdən istifadə edib sizin hər birinizi 28 may müstəqillik günü və qarşıda gələn gözəl Qurban Bayramı münasibətində ürəkdən təbrik edirəm. Ən gözəl və xoş arzularını sizə bildirirəm. Müstəqillik arzusu ilə yaşanmış və müstəqil dövlət qurma arzusu ilə alovlanmışdır. Bizim dövlətçilik tarixi 2000 ildən artıq bir dövrə və biz uzun illərdən sonra 1918-ci ildə ilk dəfə olaraq yaranmış tarix zərbətindən istifadə edib, biri
həmən dövrdə Azərbaycanın fəlakət insanları, xətərxan insanlara almadığını istəmədik insanların dəstəyi ilə birlikdə biz tarixdə müstəqilliyimizi elan elədik. Bunun da biz bilir ki, Azərbaycan Xalq Cümhuriyyəti mürəkkəb və gərgin şəraitdə, ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, gələcək nəsillərin yaddaşında xalqımızın tarixinin şanlı səhifələrindən bir kimi əbəd qalacaq. Ordumuz yox, qoşumuz yox. Həmən dövrdə də bilənlər bilirlər, Azərbaycan əhalisi təxminən 2.863.000 nəfərə qədər Azərbaycan əhalisi var. Xətərxan Polisli ifadə edir ki, bizim düzdür bu günləri təhlükəmizi təmin edəcək strukturlarımız, ordumuz oynayar bilər. Amma bizim bütün bunları həyata keçirəcək halımız var. İl dönümünün işığına tutlaşmışdır. Bu işığın ərsəyə gəlməsində daimidir, sarsılmazdır. Bugünümüzə və gələcəyimizə və milli yaşam kurumuza güc verən, qüvvət verən enerji mənbəyidir. Başlıca onların yeni aspektdə araşdırılmasına zəmin yaranır. Milli dövlətçiliyin və gərgin əməyinin mərkəzidir. Əgər biz Azərbaycan böyle əraziyə ciddi nəzər yetirməliyik. Məhz bu coğrafi özələr özü təşkil və idarəçilik stili zaman öz varlığını xalqın milli ruhunda və iradi ərzində möhtəşəmliyimizi hatırladır. Məhz tarixi inkişafın dolaşımlar bitində dəqiq məntiqi nəzirə və yaşam qanunu əldə etmək istəyir. Bəs milli dövlətçilik ənənələrimizin tamamilə əriyib, yox olmamasının daha hansı amilləri və səbəbləri olmuşdur. Əsas amillərdən biri, yaradıcı və milli hükümət gizli şəkildə də olsa, yaddaşlarda da qəlblərdə yaşadı. Bolşevik rejimin Azərbaycan mövqeyindən məharət istifadə edən gizli erməni mafiyası, Rus sərdarlarının əlində xalqımızın ən dəyərli və düşüncəli ziyalı təbəqəsinə, istidadlı dövlət xadimlərinə divan tutmuşdur. Respublika günü münasibətilə səni qəlbdən təbrik edirəm. Müstəqillik sadəcə siyasi azadlıq deyil, müstəqillik xalqın öz taleyinə sahib çıxması, milli dəyərlərin qorunması və gələcək nəslin öz iradəsi ilə müəyyən etməsidir. Dövlətimizin inkişaf tarixinin ayrılmaz bir hissəsidir. Biz fəxr edirik ki, Azərbaycan şərqdə qadınlara ilk dəfə seçmə və seçilmə hüququ verən ölçü olmuşdur. Bu xalqımızın qadına verdiyi yüksək dəyərin və hörmətin göstəricisidir. Şəhid analarının göstərdiyi səbir, dəyanət və vətən sevgisi xalqımızın mənəvi qüdrətinin nümunəsinə çevrildi. Əminəm ki, Azərbaycan qadını bundan sonra da dövlətimizin tərəqqisinə, gənc nəslin vətənpərvərlik qurda yetişdirilməsinə və milli dəyərlərimizin qorunub saxlanılmasına öz dəyərli töhfələrini verəcəkdir. Bizə isə daha böyük uğurlar arzulayıram. Diqqətinizə görə çox sağ olun. Rəşadətli Azərbaycan ordusuna, onun müzəffər Ali-Baş komandanına eşq olsun. Bugün masaldan ucalan bu coşku, müstəqilliyimizin əbədiliyinə, dövlətimizin sarsılmazlığına olan inamın səsidir. Hörmətli tədbir iştirakçıları, bununla da 28 may müstəqillik günü münasibəti ilə Masallı rayon icra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən müstəqillikdən zəfər adlı tədbir başa çatır. Diqqətiniz üçün təşəkkür edirik.